Hindistan Dehlidən alınan məlumatlarda Hindistanın əsas diqqəti Pakistanla sərhədə, oradan qaynaqlanan terror təhlükəsinə yönəltməli olduğu deyilir. Hindistanın Daxili İşlər Naziri A.K. Anthony müxbirlərlə görüşü zamanı deyib ki, Pakistandan gələn yaraqlılar Kəşmirdə artmaqda davam edirlər. Onlar sərhədin o çayında idarə edilirlər və nədənsə bu il daha da artıblar. Bu o deməkdir ki, onların təchizatı daha da artır. Bu da bizim əsas narahatlığımızı təşkil edir. Pakistan rəsmiləri danışıqlarda əsas diqqəti uzun illərdir müzakirə edilən Kəşmir məsələsinə yönəltmək istəyirlər. Pakistan bu Işıqları alqışladıqlarını demək istəyirəm. Lakin Teresita Şeyfer Hindistanla Paki dərhal razılıq əldə ediləcək. Ona görə ki, bununla danışıqlar yolu açılmış olacaq. Vaşinqtondan Nərminə Cəlalqızı, Amerikanın səsi.